Salam dostlar, mən Ziya. Bu gün sizlərlə birlikdə Rəcəb İvedik'in fəlsəfəsindən danışacağam. Əslində siz Rəcəb İvedik'i komediya filmi bilirdiniz. Xeyr, Şahan Gökqahan boşuna düşünməyin. O əslində həyatda yaşadığı şeyləri filminə daşıyıb. O belə deyirlər. Əslində bir şair şeir yazırsa, o şeirdə həyatından götürür. Yəni qısacası Rəcəb İvedik'in fəlsəfəsi bundan ibarətdir. Amma bunu deyib keçməyəcəm. Bunu sizə faktlarla birlikdə açıqlayacağam. Qısaca başlayıram. Deməli, birinci bölümdə Rəcəb bilirsinizmi nə edir? Bir dənə xala səbət asır və Rəcəb də deyir: "Sən nə edirsən? Yəni bacım nə edirsən?" Sonra isə bilirsiniz bu nə olur? Xəbərlərə baxır və o həmin Kaşşok və onda da bir dənə Kaşşok olur. Təsadüfə bax. Kaşşok nədir? Şəxsiyyət fəlsəfəsi. Və görür ki, həmin kişinin şəkli var. Və deyir ki, adamsın lan sən. Adam. İşte bu adam qardaş. Və belə deyir. Yəni qısa şoka düşür. Və sonra isə yanına gedir. Və yanına gedəndə onun başına bir çox hastalar gəlir. Misal üçün qarşısına dilənçi çıxır, nə bilim nə çıxır falan və otelə çatır. Otelə də bir dənə sırtıq asistant qoyublar, müavin köməkçi də yəni. Və onu keçir. Yəni deyir ki, ben kendim aparacağım qardaş. Və belə deyəndən sonra içəri girir. Orada da bir dənə qız olur. O qıza da çox kobud bir şəkildə deyir. Deyir ki, mənim şəxsiyyət vəsiqəm yoxdur özümün. Yəni içəri keçmək istəyirəm də. Və necəsə olsa qoyurlar da yəni. Deyir ki, buranın böyüyünü axtarmaq istəyirəm. Trammoya. Və sonrasında içəri girir və olanlara danışır. Yəni deyir ki, mən sizi xəbərlərdə gördüm, nə bilim nə falan. Və kişi də təşəkkür etmək istəyir. Və sonrası növrə verir. Rəcəb də deyir ki, istədiyim zaman araya bilirmiyim? Bunu deyəndən sonra həmin müdir də deyir ki, hə, istədiyin vaxt zəng eləyə bilərsən. Və bundan sonra isə hoteldə hədiyyə verir də. Yəni müdir deyir ki, gəl sənə bir həftəliyinə hədiyyə verək də. Qal da, yəni pulsuz. Rəcəb də yəni pul zat istəmir. Deyir ki, insanlıq nə üçün qardaş? İnsanlıq her zaman olması önemli bir şey. Ben bunu insanlık için yaptım. Sizin için değil. Bu devirde böyle şeylere değer vermezler kardeş. Ve belə deyəndən sonra isə oteldə qalır. Və başına da qeyri-absurd hadisələr baş verir. Çox absurd. Yəni macəra deyə bilərik. Nə bilim dənizə gedir, nə bilim diskoya gedir və görürsün də yəni. Qalanını danışmayayım. Və onun uşaqlıq sevgilisi də orada. Adı yaddan çıxdı, amma nəsə də indi. Və o qızı uşaqlıqdan sevir və o zəri uşaqlıqdan saxlayır. Və axırında bizimlə çox pis olaram. Arada və dil çıxarıb o gedirdi ya, səhnəni xatırlayırsınız da. Ən yaxşı asistant vardı, yəni çox super oğlandı. O həmin kartı vurmaya kömək edirdi. Deyirdi, lan sen gəlsəydin, ben bunu açardım zaten. Yəni əslində kartla ona görə. Rəcəb ona görə belə çılpaqqa. Bu isə bilsiz bizə nə göstərir? Atabitəni. Bu bilsin nə demək? Yəni insanlardan fərqli olduğunu Rəcəb bir daha da sübut eləmiş olur. Yəni bu bilsiz nəyə oxşuyur? Elə ki, zürafələrin içinə bir də ay düşür. Rəcəb də o həmin ayda. Yəni benim canım yanmaz qardaş. Və bunu demir amma nəysə. Belə olur. Yəni oğlanla oturub danışırlar, deyir ki, müdürün kimliyim, onu həll edərəm. Və oğlan da qaza gəlib deyir ki, yəni müdürünə çox pis söyüşdürür və gəlib çatdırır o qıza. Axırına qədər. Yəni halaldır da oğlana. Bundan hamısı birinci bölümdə baş verir, amma da çox yəni superdir, nə bilməyim.
Neyse, ikinci bölüm. Birinci bölümde belə bir şey də olur. Qara kamyon tırcılar dərnəyinə qasab verəcək. Uçdan yaşman keçir. Belə də yəni. İkinci bölümdə bilirsiniz bunu olur. Rəcəb artıq nənəsinin yanına gedir və nənəsi də ona bəzi tapşırıqlar verir. 3 dənə. Bunlar belə edir. İş tapmaq, sevgi tapmaq və hörmətli olmaq. Rəcəb iş tapmağı və sevgi tapmağı eləyəməmişdi, amma hörməti də var. Rəcəb bir dənə sevgidə uduzdu ha. Qalanların hamısını elədi. Misal üçün, əmisi oğlu idi, kim idi? Hakan, Aysel, Hakanla birlikdə işlər və Rəcəbin absurd hərəkətləri və fikirləri o həmin Hakan düzəldir deyə maşınıza. O kitayların xoşuna gəldi. Necə sorsan. Yəni bu bilirsiniz bizə nə göstərir? Dəli bir insan şirkət idarə edə bilər. Ay bəzi cahil insanlar. Siz nə bilmişdiniz? Bəzi cahil insanlara səslənir. Kor belə şirkət idarə edə bilər. Şikəst belə. Bax, bunu bizə Rəcəb sübut eləmiş oldu. Görürsünüz, nə oldu? O keçi deyə o dağlarda gəzir. Yəni Rəcəbi deyirəm. Görürsünüz, o boyda manipulyasiya eləməyə bacardı sistemi. Yəni, Rəcəb qəhrəmanlıq elədi. O boyda Hakanın oxuyub bacara bilmədiyi şeyi oxumayıb bacardı. Ona görə Rəcəb verişdi. Nə bilmişdiniz, Sizə bilsin ki, ancaq insanları aşağılamaq lazımdır, Buradan o sözü özünüzə götürməyin, insanlar. Mən o cahillərlə, mən o həvəs verməyənlərlə, mən o insanlara güvənməyənlərlə, insanlara güvən verməyən ancaq aşağılayanlar deyirəm. Deyim niyə belə deyirəm? Çünki mən də o gündəyim, ona görə mən niyə durub burada yalan danışım ki, Siz deyin də. O Rəcəb deyir deyə, mənim əgər anam və atamın genetik hormonlar normal deyilsə, məni niyə bu dünyaya gətirirlər, Mənə niyə sevgi verməlilər? Rəcəb ona görə o gündəydi, onun psixoloji sıxıntısı yox idi. O bir əfsanə idi. Amma qədri bilinməyən əfsanə. O hər yerdə baş çıxarda bilirdi. O bəzi insanlar. Mən sizə deyirəm, sözüm buradan. Siz elə bilirsiniz ki, şikəst bir insan pilləkənə dırmaşa bilməzmi? Hətta şikəst bir insanın belə pilləkənə dırmaşmağa haqqı da var. Niyə yoxdur ki, o da insandır da sənin kimi? Başa düş də bunu. Başa düş. Rəcəb o boyda bacara bilsə, bu insanlar niyə bacarmır, Yəni, sizin əqli qüsurunuz ola bilər. Görünüşünüzdə, görüşünüzdə, yerişinizdə, oxuyuşunuzda, deyişinizdə, döyüşünüzdə və görüşünüzdə bunun fərqi yoxdur. Mən başa düşün, Amma bəzən mən çox istəyəm buna görə. Niyə, niyə? O da sən mənim kimi insanda, onun da haqqı var yaşamağa. Bəli, Rəcəb verdiyin ən önəmli mesajı buydu. İnsanlara ayrı seçkiləmək olmaz. Onlar da sənin kimidirlər. Sadəcə onların əvəzə və motivasiyaya ehtiyacı var. Və insana ehtiyacı var. O tək başına eləyə bilərmi bunları, Mən sizdən soruşuram, bəzi cahil insanlar. Niyə belə düşünürsə, onlar da bacara bilər. Prosta sizin kimi insanlara görə belədir. Ondan ayağın yıxırsınız, onları ayağa durğuzmursunuz. Bu nə biabırçılıqdır, Biz ona görə bu gündəyik, paxıllığa görə. Paxıllıq hər gün daxmaları yıxır. Qoy onlar da ev tiksin də, Kömək eləyin də, dəstək eləyin. Bu dünyada bizə nə qalacaq, Yaxşılıqlar qalacaq da. Amma insanların buna heç biri qalmır, o cahil insanlar. Yəni, bu arada üstünüzə götürməyin.
Yaxşı insanlar, bu sizə aid deyil. Mən üzüm buradan pis insanlara səslənirəm. Gedin Rəcəb videoya baxın və yaxşı örnək götürün. Doğrudan da belə. Nəysə dostlar, videonu burada artıq bitirmək istəyirəm. Çox hirsləndim valla. Sözüm yoxdur da yəni. Həm belə Rəcəb videonun fəlsəfəsini öyrəndiniz, həm də mesaj verdim. Zəifin yanında durun. Xahiş edirəm. Onu əzməyə çalışmayın. Əgər siz onu əzməsəz, inanın ki Allah sizə kömək edəcək. İnanın mənə. Siz bacararsınız. Siz eləyərsiniz. Siz ən yaxşısına layiqsiniz. Çünki eləyə bilirsiniz. Bəli, yeriyə bilirsiniz, oxuya bilirsiniz, döşünə bilirsiniz, görə bilirsiniz. Eləyərsiniz siz, eləyərsiniz. Narahat olmayın. Mən sizə motivasiya verərəm dostlar. Verərəm. O pilləkəni dırmaşa bilməyən dostlara səslənirəm. Mən dibinə qədər sizə motivasiya verərəm. Dibinə qədər. Çünki özümdə bunları yaşamışam. Çünki özümdə pilləkən çıxanda bir çox pis şeylərə məruz qalmışam. Nə bilmişdiniz, hə? Baxışın. İndi mən bir çoxlarınızda həkim baxacaq, hə? Ey yaxşı insanlar, mən sizə kömək eləyəcəm. Mən sizə motivasiya videoları çəkəcəm. Söz. Nəysə, hələ görüşərik. Sağ olun. Yaxşı yanında ol. Sən bacararsan.